məzarlıqlardır. Çay da axır. Bu Manisada yerləşən Ağlayan qayadır. Adına Ağlayan qaya deyirlər. Göy uşağı olmayan bir anadır. Gözlərindən yaş gəlir Pərşənbə günü. Amma bəziləri inanır, bəziləri inanmır. Sadəcə dini bir əfsanədir. Bax, bu çıxıntılardan Pərşənbə günü yaş gəlir. Yəni, uşaqları danışdı, rəvayət elədi. Mən də maraqlı oldu. Gəldim, dedim, çəkim. Burada qayanın bədbin bir tarixi var. Ağlayan anadır, uşaqlarını itirib. Çox gözəl mənzərəsi var buranın. Elə turistlər ancaq bu mənzərəyə görə gəlirlər. Buradan baxanda bütün Manisa hamısı görünür. Tarixi bədbin olsa da biz baxdıq. Çox rahat bir yoldur. O qədər də çətin bir yol deyil. Deyim sizə. Hətta başına qədər çıxanlar var. Bütün mənzərə Hamsadan Nəyanın altındadır. Gözəl mənzərəsi var, ona görə də turizm avtobusları burada çoxdur. Burada kənd evləri var, amma tərk edilmiş evlərdir. İnsanlar buraya gelir, tur şirkətləri. Bura amfiteatr oxşuyur. Buradan bütün Manisa görünür. Ağlayan qaya. Gördüğünüz bir tane camilerden biridir. Camiye girə bilmədim çünkü cami bağlıydı, bağlamışdılar. Bir tane hamamdı bu. Hamam da istifadeye verilir. Hal-hazırda ödənişli bir şekilde xidmət göstərir. Sadece içərisinə girmədim çünkü içərisində burada çimməyə gələn adamlar var. Paklanmaq üçün. Gülgün Hatun hamamıdır. Həm də bakım şifanə kimi fəaliyyət göstərir. Əsasən hamamdır. Gəlin bir hamamdır, amma üstündə tarixi yazılması bilinmir. Bir tane de böyle bir külliyənin bir binasıdır. Ama bu binada kapalıydı. İvas Paşa Camisidir. İvas Paşa'nın özü 1889-cu ildə olubdur. 1484-1485-ci ilində düzəldilmiş bir camidir. 700 il tarixi var. Yəni o qədər möhkəm bir camidir ki, məsciddir ki, bu məscid düzdür. Yuxarılarına baxımsızdır biraz. O qədər yəni məsciddir ki, hətta bu məsciddə möhkəm məsciddir ki, nə qədər zəlzələlər, nə qədər hadisələr baş versə də